Ola bilər ki, məsələn, mən hər hansı bir günahı niyyət edirəm, amma gedib o günahı eləmirəm. İnsan niyyəti ilə günah qazanar ya savab? Hər niyyət günah deyil, bu bəlli məsələdir. Amma hər niyyət insanın ruhunu formalaşdırır. Ola bilər ki, məsələn, mən hər hansı bir günahı niyyət edirəm, amma gedib o günahı eləmirəm. Baxmayaraq ki, o günahı etmədim, niyyətim mənim ruhuma təsir etdi. Yəni, sonra o günahı etməyə bir şərait yaratdım mən. Bugün o günahı etmədim, amma niyyətim səbəb oldu ki, o günaha zehni olaraq daha da yaxınlaşım. Və o deməkdir ki, yolu daha rahatlandırıram mən. Ona görə də insan niyyəti ilə günah etməsə də, amma o günaha şərait yaradır. Lakin dinimiz deyir, insan yaxşı niyyət eləsə, həqiqətən o işi yerinə yetirmək istəyində olsa, amma əlində o şərait olmasa, Allah onun niyyətinə görə savab verər. Günaha niyyət etmək, günah sayılmır, amma insanın ruhuna pis təsir eləyir. Lakin yaxşı bir şey niyyət etmək, baxmayaraq ki, o işi edə bilmirəm, həqiqətən şərait olsaydı edərdim, Allah ona savab verir.